Həqiqət deyirlər 3 hissəyə bölünür. Bu təsəvvüf məktəbində də bundan danışırlar. Birincisi deyir elmül yəqindir. Yəni elm yolu ilə əminliyə çatmaq. Bu nəyə aiddir? Məsələn, mən bir meşəyə yaxınlaşıram, görürəm oradan tüstü qalxır. Mən deyirəm ki, tüstü ocağa işarədir. Deməli orada bir ocaq yandırıblar. Bu yəqinlik, bu əminlik necə bir əminlikdir? Yəni bilgi ilə, rasional mülahizə ilə. Yəni beynin düşündü, hə, onu sən qərar verdin. Düzdür. Buna deyirlər elmül yəqin. Yəni elm yolu ilə, analiz yolu ilə məlumata çatmaq. Mən gedirəm, görürəm ki, doğrudan da burada atəş var. Artıq atəşi görəndə mənim yəqinliyim artır və buna deyirlər eynul yəqin. Yəni gözlə gördüyüm əminlik. Birincidən daha üstündür. Daha üstündür. 100% birincidən daha üstündür. Daha yəni birincidə əgər sənə desəydilər ki, bəlkə orada ocaq deyil, elə belə dumandır, məndə şübhə yaranacaq. Ancaq gözümlə gördüyümdə yəqinlik artır və şübhə də yaranmır. Ancaq yenə də şübhəyə yol var. Birdən biri deyər ki, bu hallüsinasiyadır. Mən yenə də şübhəyə düşə bilərəm, yoxsa yox? Düşərəm. Deyərəm, axı mən onu hiss eləmirəm. Atəşi görürəm, bəlkə bu mirajdır, bəlkə ilğımdır. Mənə elə gəlir ki, bu atəşdir. Və ariflər və təsəvvüf əhli deyir ki, burada üçüncü bir məqam da var. Sən yaxınlaşırsan ocağa və əlvi salırsan ocağın içinə. Və atəş artıq sənin əlvi yandırır. Buna deyirlər həqqul yəqin. Yəni artıq həqiqətlə sən eyniləşirsən. Yanmasan həqiqətə çatmaq mümkün deyil. Yanmasan həqiqətə çata bilmirsən. Sən dərvi soymasalar, sən o ağrını hiss eləyə bilmirsən. İndi bu insanda şübhə yarana bilər? Yox. Bu artıq o atəşlə eyniləşib. Ora çatana qədər bütün insanlarda şübhə olacaq və bu da normaldır. Elə insanlar varmı ki, ora çatıblar? Bəli, elə insanlar var ki, artıq o atəşlə eyniləşiblər.